Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-nin efirində siz studiyada Aytaç Ziyaddinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. İndi isə daha ətraflı. Prezident İlham Əliyev bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan birgə bəyannamə və sülh sazişi layihəsi iki xalq arasında gələcək birgə yaşayışı ümid yaradır. O vurğulayıb ki, Qərbi Azərbaycan icmasının sülhsevər üzvlərinin öz ata-baba yurdlarına qayıdacağına inanır. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, birgə bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgə yaşayışının təmin olunması üçün ümid və inam yaradır. Bu barədə Prezident İlham Əliyevin mədəni irs və qayıdış hüququ Ermənistandan didərgin salınmış Azərbaycanlıların mədəni irsinin bərpası, ədalətə, barışığa və sülhə aparan yol kimi mövzusunda 3-cü beynəlxalq konfransın iştirakçılarının müraciətində deyilir. İnanırıq ki, Qərbi Azərbaycan icmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır, dövlət başçısı qeyd edib. 4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Viyana şəhərində keçirilən 33-cü iclası çərçivəsində Norveç Krallığının Xarici İşlər Naziri Espen Barth Eide ilə görüşüb. Görüşdə Azərbaycan-Norveç ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib, siyasi dialoqun davamlılığının təmin edilməsi və əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunub. Enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Ermənistanla normallaşma prosesi barədə qarşı tərəfə məlumatlar verilib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Urmiya gölünün bərpası ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlığın nəzərdən keçirilməsi üçün keçirilən seminarda Qərbi Azərbaycan valisi Rıza Rəhmani gölün vəziyyətinin artıq xəbərdarlıq mərhələsini keçdiyini və yalnız proqramların əlaqələndirilmiş və şəffaf şəkildə həyata keçirilməsi ilə onun bərpasına ümid ola biləcəyini vurğulayıb. Kənd təsərrüfatı sektoru hələ də hövzədə suyun əsas istehlakçısıdır və istehlakda ciddi azalma olmadan heç bir plan uğurlu olmayacaq deyə Rıza Rəhmani bildirib. Urmiya Universitetinin və yerli mütəxəssislərin potensialına toxunan Rəhmani əlavə edib ki, bu elmi kompleks bərpa layihələrində daha vacib rol oynaya bilər. Lakin illərdir qərarların mühüm bir hissəsi regionun real imkanlarından uzaq qəbul edilib. Şərqi Azərbaycan valisinin sözlərinə görə reabilitasiya qərargahı texniki cəhətdən planları həyata keçirməyə hazırdır. Lakin maliyyə çatışmazlığı əsas maneə olaraq qalır. Hökumət maliyyə çatışmazlıqlarını həll edəcəyi. İran Premyer Liqasının oyunlarının 12-ci həftəsinin oyunları çərçivəsində Təbrizin Traktor komandası ilə Xuzistan əyalətinin İstiqlal komandasının qarşılaşması olub. Qarşılaşma ötən gün axşam saatlarında Təbrizin Bonyan Dizel stadionunda baş tutub. Oyun Təbriz təmsilçisinin üstünlüyü şəraitində keçirilsə də, qapılardan qol keçməyib və qarşılaşma 0-0 hesabı ilə başa çatıb. Bununla da Traktor 11 oyun, 17 xalla və rəqiblərindən bir oyun az olmaqla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. İran məhkəmə sisteminin başçısı Qulam Hüseyn Möhsümi EJE məcburi icab qaydalarının pozulması ilə bağlı xəbərdarlıq edib. Bu haqda İran mediası məlumat yayıb. O, məcburi icab qaydalarını pozanlara və bunu mütəşəkkil şəkildə təbliğ edənlərin aşkarlanması və cəzalandırılması üçün göstəriş verdiyini bildirib. EJE vətəndaşların sərbəst geyim hüququnu cinayət adlandırıb və polis qüvvələrində buna qarşı çıxmağa çağırıb. İran İslam Respublikasının polis komandanlığı da qanuna görə aşkar cinayətlərlə mübarizədə məsuliyyət daşıyır. Xüsusən də bəzi hallarda bir sıra insanlar yarıçılpaq və ya çılpaq şəkildə dolanır. Bu cür işlərə qanuni şəkildə baxılacaq. Qulam Hüseyn Möhsümi EJE iaşə obyektləri, o cümlədən restoran və kafe sahiblərinə də xəbərdarlıq edib. Bu, bir neçə gün əvvəl İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin ölkədə icabın vəziyyəti ilə bağlı hesabatı Əli Xameneyiyə təqdim etməsindən sonraya təsadüf edir. Hesabatla tanış olan İran rəhbəri bunu şok edici adlandırıb və əlaqədar dövlət qurumlarına məsələ ilə bağlı məşğul olmağı tapşırıb.
Dünən İranın Mazandıran əyalətinin Ramsər, Tonkabon, Çaluş, Abbasabad və Noşəhir şəhərlərində 8 sosial media fəalı həbs edilib. Bu haqda əyalətin baş hakimi Abbas Puryan məlumat yayıb. Məlumata görə saxlanılanlar ölkədə milli təhlükəsizliyi pozmaq üçün şəbəkənin yaradılması və idarə olunmasında iştirak və hökumətə təbliğatda günahlandırılıblar. Media fəallarının barələrində iş açılaraq həbsxanaya salındıqlarını bildirən Puryani onları satqın adlandırıb və 10 ay əvvəldən onların izləndiyini bildirib. Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün Polşaya 150 hərbiçi və bir neçə Eurofighter qırıcısı göndərib. Təyyarələr Rusiya tərəfindən hava məkanının pozulmasının qarşısını almaq üçün bölgədə mart ayına qədər qalacaq. Almaniyanın Müdafiə Nazirliyi pilotlar, texniki işçilər, təhlükəsizlik qrupları və hərbi polis daxil olmaqla Almaniya hərbi hava qüvvələrindən təxminən 150 nəfərlik bir qrupun Polşaya göndərildiyini açıqlayıb. Açıqlamada həmçinin bölgəyə əlavə olaraq Almaniyanın Şimali Reyn, Vestfaliya əyalətindəki Norveçin hərbi hava qüvvələri bazasından bir neçə Eurofighter qırıcı təyyarələrində Polşadakı Malbork hərbi hava limanına yerləşdirildiyi bildirilir. Almaniyanın sözügedən qüvvələri bölgəyə yerləşdirilməsinin səbəbi olaraq Rusiya qırıcı təyyarələrinin Baltik dənizi bölgəsində hava məkanını pozmasının və pilotsuz uçuş aparatlarının NATO ərazisinə daxil olmasının qarşısını almaq göstərilib. Almaniya tərəfindən Polşada yerləşdirilən yeni bölmə və döyüş təyyarələrinin gələn ilin mart ayına qədər xidmətdə qalması planlaşdırılır. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.